sizlərə halva deyiləmi? Hələ bunun gözəlliyinə baxın. Ve Savoy halvalar gəldi mağazamıza. Ve Savoy şəkildədir. Baxın, belə böyük bir podnusun içindədir. Məhsul Təbrizin halvasıdır, qeyd edeyim. Üstələrin üzərində şəffaflığına, parıltısına bir baxın. Tərkibində palma yağı olmamasından mı deyim, məhsulun necə dadlı olmasından mı deyim, içinin yağının bol olmasından mı deyim. İndi deyəcəklər, yağı çoxdur, halvanın yağı olar, bu əzəldən belədir. Sizlərə göstərmək istəyirəm bir dilimini və Savoy şəkildə mağazamızda halva satışdadır. Halvanın gözəlliyinə baxın. Qeyd edelim ki, bu Təbrizin halvasıdır. Yaxınlaşın mağazamıza, əldə edin. Dadı mükəmməldir. Qeyd edeyim, dəhşət bir şeydir. Yəni bir dəfə gəlin mağazamıza, ən azı bu məhsulu mütləq şəkildə alın, əldə eləyin. Məhsulun gözəlliyini sizə göstərməyə bilmirəm, necə dadını buradan ifadə edeyim. İfadə etmək üçün mütləq nə etməlisiniz? Bizim mağazamıza gəlməlisiniz ki, bunu məhsulun dadına baxıb məhsuldan əldə edəsiniz.